Bir qədər də yenə Ermənistandan, xüsusilə də Paşinyandan söhbət açaq. Çünki Paşinyan yenə öz imicini gücləndirmək üçün manipulativ çıxışlar edib. O, daxildə revanşizmin səsini susturmağa, xaricdə isə dırnaqarası sülh melodiyası çalmağa çalışır. Bəs baş nazir ideoloji yükdən azad olub, reallıqla üzləşdiyini desə də, ekspertlər bunu siyasi məsuliyyətdən yayınıb imic tənzimlənməsi kimi dəyərləndirirlər. Görünən odur ki, Paşinyan hər nə qədər sülhdən danışsa da, sətirlər arasındakı fərqlər bunu təqzib eləyir. Detalları araşdırmışıq, izləyək. Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan daxili və xarici auditoriyaya təsir edəcək ardıcıl açıqlamalar verib. İlk olaraq Paşinyan Ermənistan daxilindəki revanşist dairələrə, xüsusən də keçmiş prezidentlər Sarkisyan və Köçəryana açıq siqnal göndərib. O bildirib ki, keçmişin ideyaları xalqı müharibəyə sürükləyərək məğlubiyyətə gətirib. Baş nazir həmin şəxslərdən fərqli olduğunu və mövcud vəziyyətə uyğun hərəkət etdiyini iddia edib. Həmçinin o dırnaqarası Qarabağ hərəkatı ifadəsi ilə əvvəllər Ermənistanın dəstəklədiyi və milli ideologiya kimi təqdim edilən hərəkatı tənqid edib. Bu cür çıxışlar həm də Sarkisyan və onun komandası ilə ideoloji fərqləri qabartmaq məqsədi daşıyır. Ekspertlər deyirlər ki, Paşinyan yanaşması ilə göstərmək istəyir ki, İrəvanın bugün yaşadığı gərginliklər və uğursuzluqlar keçmiş hakimiyyətin siyasətindən qaynaqlanır. Ermənistanın baş naziri ona işarə edir ki, bu qüvvələrə inanmaq olmaz və onlar hakim dairələrə müxalif cəhbədə yer alsalar da, bu şəxslərin gələcəyi yoxdur və hazırki bütün siyasi böhran, nöqsanlar və ziddiyyətlərdə də məhz Qarabağ klanına işarə edilir. Ermənistanın baş naziri həmçinin delimitasiya məsələsinə də toxunub. Onun sözlərinə görə Ermənistan Azərbaycana delimitasiya prosesinin davamı ilə bağlı yazılı təkliflər göndərib. Lakin rəsmi Bakının hələ bu təkliflərə cavab vermədiyini bildirib. Biz yazılı təklif verdik deməklə, o həm də gələcəkdə mümkün böhranlar zamanı Ermənistanın haqlı mövqedə dayandığını iddia edə bilər. Xüsusən də davamlı olaraq bu cür açıqlamaların verilməsi gələcəkdə siyasi manipulyasiyaların daha çox artması gözlənilən ssenarilərdəndir. Digər tərəfdən Paşinyanın bu çıxışı Ermənistanı məsuliyyətli və prinsipial göstərmək istəyi ilə bağlıdır. Hələlik yazılı cavab almadığını qeyd etməklə o məsuliyyəti bir növ Azərbaycanın üzərinə ötürür. Bununla da güya Ermənistanın sülh prosesində aktiv tərəf olduğunu vurğulayır. Şərhçilər bildirirlər ki, Ermənistan hökumət başçısı, eləcə də erməni siyasətçiləri əslində tez-tez güya onlar tərəfindən asılı olan bütün işlərin görüldüyünü və sülh müqaviləsi ilə bağlı sənədlərin razılaşdırılmasını və delimitasiya prosesi ilə bağlı yazılı təkliflər göndərilməsini bəyan edirlər və belə bir təsəvvür yaratmağa çalışırlar ki, sadəcə prosesləri gecikdirən Azərbaycandır. Hərçənd erməni tərəfi bunu gündəliyə çıxarırsa da, amma əslində cavab bəllidir və Azərbaycan tərəfi bu cavabı çoxdan verib. Analitiklərin fikrincə Paşinyanın bu açıqlamaları birbaşa manipulyasiya xarakteri daşıyır. O, ölkə daxilində olan mövcud problemləri və məsuliyyəti keçmiş hakimiyyətin üzərinə atıb. Eyni zamanda ismarıcıları ilə beynəlxalq aləmdə güya İrəvanın münaqişə deyil, sülh axtaran tərəf imicini gücləndirməyə çalışır.